Qadın sadəcə həyatın bir parçası deyil. Qadın elə həyatın özüdür. Əziz xanımlar, günümüz mübarək. Biz hər gün özümüzü və dünyamızı gözəl etmək üçün bütün qüvvəmizlə çalışırıq. Sevgi, güc, mərhəmət bunlar bizim ruhumuzdadır. Bəli, biz sevgi, güc və mərhəmətlə dünyanı dəyişdiririk. Biz qadınlar dünyanı dəyişdiririk, amma hələ də daha çox səsə və dəstəyə ehtiyacımız vardır. Qadın olmaq, sevgi vermək, sevgi yaratmaq, sevgi deməkdir. Güclü qadın sabahın qurucusudur. Hər bir qadın eşidilməyə və dəyər görməyə layiqdir. Qadına dəstək vermək, gələcəyə investisiya etmək deməkdir. Hər qadın öz nağlının qəhrəmanıdır. Bizim gücümüz birlikte olmaktan gelir. Bizim gücümüz zərifliyimizdə gizlidir. Qadın sadəcə evin deyil, bütün cəmiyyətin sütunudur. Cəmiyyətimizin güclü olması üçün qadınların səsi eşidilməlidir. Bizim gücümüz zəifliyimizlə güclüdür. Biz sevgiyle büyüdür, əzimkarlıqla inkişaf edirik. Qadın böyük qüvvədir. Qadın incə ruh, amma sarsılmaz iradə deməkdir. Qadın təsirli olduqca, cəmiyyət daha da güclü olur.